Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda daha bir qəhrəmanımın ocağındayım. Bu qəhrəmanım, bax bu gördüyünüz otaqda yaşayıb. Bu yataq onun öz yatağı olub. Bu köşədə gördüyünüz şəkillər isə ondan bizə yadigar qalan şəkillərdir. Bu evdə anamız 2 oğul övladı böyüdü və o oğullardan biri sinəsini vətənə qurban edən qəhrəmanlardan birinə çevrilir. Hansı ki, haqqında danışdığım qəhrəmanım kitabımda da yer alan Əkbərov şahidimizdir. Şahidimiz 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonunun Məhərrəmli kəndində anadan olmuşdur. Elə həmin rayonun Məhərrəmli kəndində Xəlilov Ataxan adına tam orta məktəbdə təhsil alır. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb, hərbi xidmətini layiqincə yerinə yetirdikdən sonra ailəsinin yanına qayıdıb. Bir müddət fərqli işlərdə çalışan şəhidimiz, qəhrəmanımız öz həyatına hərbiçi olaraq davam etmək qərarına gəlib və elə hərbiçi olaraq da işə başlayıb. 2022-ci il Qarabağ torpaqlarında həyata keçirilən əməliyyatlarda fəal iştirak edir. 2023-cü ildə isə antiterror əməliyyatları zamanı şəhadətə ucalan qəhrəmanlardan birinə çevrilib. Şəhadətindən sonra Vətən uğrunda medalı və vətənə xidmətə görə 3-cü dərəcəli ordenlər təltif olunub. Qəlbimizdə yaşayan qəhrəmanlardan daha biridir bizim şahidimiz. Yanında anası dayanıb. Qəhrəmanım Sönməyən Ulduzlar kitabında yer almışdı. İlk dəfədir ailəsini, ocağını ziyarət edirəm və məndə olan əmanətini gətirdim sizə, köşəsində yer alsın deyə. Əgər ürəyinizdən nəsə keçirsə, nəsə demək istəyirsinizsə, eşitməyə hazırıq. Təşəkkür edirəm. Əziz izləyicilər, biz bu oğullar sayəsində bu torpağın üzərində azad nəfəs ala bilirik. Bugünün qəhrəmanlarını bizlər tanıyırıq. Gələcək nəsillər isə bax bu kitablardan tanıyacaq qəhrəmanlarımızı. Odur ki, gəlin şəhidlərimizi unutmayaq ki, unutdurmayaq. Hər birinin ruhu şad olsun.